Bura Gürcüstanın Adişi kəndidir. Zemosvaneti Adişi kəndi. Burada şəlalədir. Görünür şəlalə. O şəlalədir. Bunlar güllələrdir. Bax bundan tanınır bura. 1200 yaşındadır buralar. Təsəvvür eləyin. 1200-1300 yaşı var. Bax bu güllələri. Bax bunların. Bax onun. 1200 yaşı var. Belə cənnət bir yerdir. Turistik bir zonadır. Gün ərzində nə qədər turistlər gəlir bura. Biz də burada işləyirik. İşləyib pul qazanırıq. Bura qəbristanlıqdır. Burada elə deyil deyəsən, burada budur qəbristanlıq. Amma aşağıda hər ailənin öz qəbristanlığı var. Öz kilsəsi və qəbristanlığı. Bu da balaca bir kilsədir. Oradan da şəlalədir. Oradan gəlir sudur. Yaxınlaşdırın, qoy görünür. Bu güllənin düz dibi ilə gedən sudur. Bax, burası sudur. Bu dağılıb. 1300 yaşı var, 1200-1300 yaşı var. Dağılmasın, neynəsin. O da şəlalədir. Gözəl şəlalədir. Yaxınlaşdırın biraz. Bax belə. Biraz aydınladım. Bax, ora şəlalədir. O tərəfdə də var, o çaydır belə. O dağın arxasında, bu dağın arxasında Rusiyadır və orada donmuş şəlalə var. Yekən, nəhəng, yəni 2-3 bu dağ boyda. Bax, bu dağ boyda şəlalədir, donub. 1000 illərdə elə donmuş vəziyyətdədir. Buralar belə gözəl bir yerdir. Tövsiyə eləyirəm, gəlib istirahət eləyin. Şiddətlə özdə, ha. Elə belə yox. Bu da bizim gördüyümüz işlər hosteldir. Burada indi beton tökəcəyik. Buranı beton eləyəcəyik. Belə bir işlər görürük. Bax, buradan apalovka qurub, onun üçün belə iki tərəfdən buradan da taxta vurulacaq. Sonra bu krişadır. Bunu qaldıracağıq. Nə bilim, bu betonları da biz tökmüşük. Bunları bax, bu şeyləri də biz eləmişik. Biz keyfiyyətli iş görən adamlarıq. Düz demirəm dayı? Bizdən keyfiyyətli iş görən, bizim gördüyümüz iş budur qardaş. Yəni bax, belə mükəmməl. Hələ buranın çox işləri var. Prosto indi bir həftəyə burada qar yağacaq. Bir həftəyə zada. 5 gündən sonra qar göstərir. Burada da qar ən azı 3 metr olur. Böyürbaşdakı dağlar hamısı qar içindədir. İndi dumandır, görünmür. Dağlar qardadır. Qarın altındadır həmişə. Heç vaxt qar ərimir orada. Belə.